Bu gün mənfi yorumlarda renk olacaq. Baxın ha, çox maraqlı. İlk mənfi yorumumuzu oxuyuram. Səndən rəqqasə çıxsa, məndən də kosmonavt çıxar. Aha. Onu da rəqqasəyəm, amma bilmirəm sən kosmonavt olacaqsa yoxsa yox. Amma inanın ki, siz kosmonavt olsanız mən çox sevinərəm. Hər kəsə öz sənətini deyirlər. Utanacağın sənəti etmə. Mən sənətimdən fəxr eləyirəm, eləmişəm və eləyəcəm. Bunlar bu cür verilişlər kimə lazımdır? İnanın ki, bütün Azərbaycana. Azərbaycanda rəqqasə yoxdur. Özünüzü öldürməyin. Plastika yoxdur. Valla elə bütün rəqqasələr Azərbaycandan çıxıblar, tak ki, rahat olun. Sizə deyim ki, bu həyatda hamısı mən bir nəfəri çox istəyə bilməz. Kimdəsə negativ var, kimdəsə pluslar var. Amma mən onu bilirəm ki, mənim izləyicilərim məni sevir və mən onları sevirəm və Lahir superdir. Uğurlar.